İmam Rıza aleyhissalam o imamlarımızdandır ki, cəsarətlə imamət və vilayətdən difa eləyib. Həm də imamın ləqəbləri var, məşhur ləqəblərindəndir. İmam-ı Rəuf deyərlər, mehriban imam. İndi sual verə bilərsiniz ki, məyər digər imamlarımız mehriban deyil idimi? Xeyr, hamısı mehriban idi. Amma İmam Rızanın mehribanlığı, onun nəvazişli olması. Yəqin ki, əksəriyyət burada Məşhəd ziyarətində olublar. Allah olmayanlara nəsib eləsin. Tezliklə bu yollar, bu qara buludlar dünyanın üzərindən götürülsün. Əhl-i Beyt əleyhimussalamların rahat şəkildə gedib ziyarətini edə bilək. Baxsaz, İmam Rıza aleyhissalamın hərəminə daxil olanda, hərəmində belə o nəvazişi hiss eləmək olur. Sanki o mehribancasına, elə bil, əlbət mərifət olmayana bu söz biraz Allahı cür gələ bilər, bir başqa cür qəbul eləyə bilər. Amma mərifət əhli bunu anlayar ki, daxil olanda elə bir kimsə, bir doğma adam qucaq açıb səni bağrına basır, özü rahat hiss eləyirsən. Bir anlıq sanki dünya ilə əlaqə kəsilir. Yəni, burada olan o dünya işləri ilə heç fikri yormursan, zehnin o qədər məşğul olmur. Bir sözlə baxsaq, imamın o rəuf olması onun məzar-ı şərifində, barigahında da, mərqədində də hiss olunur.